Bugün məktəbimizdə əlifba bayramı keçirir. Birinciləri qurtarmaq münasibəti mən onları təbrik edib, onların sevincinə şərik oluram. Gün o gün olsun, məzun adını qazansınlar. Mən də onlara baxım, bir müəllim kimi fəxr edirəm. Bugün 11 şagirdim birinci sinifi bitirir. İkinci sinifə qədəm qoyurlar. Onların sevincinə mən də şərik oluram. Onları ürəkdən təbrik edirəm. Gün o gün olsun, məzun adını qazansınlar. Bu mənim ikinci buraxılış sinifim olacaq. Əvvəllər koronavirus vaxtına düşdüyünə görə o birincilərimə əlifba bayramı keçirmədi. Bunları da istədim ki, belə yadda qalan olsun. Uşaq daha çox məktəbə maraqlı olsun. Əlifba bayramıdır. Əlifba bayramımız qutlu olsun. Əlifba bayramımız yaxşı olsun həmişə də. Sən hansı şeirlər səsləndirdin? Hər günəşin doğması yeni günə başlayır. Günəş qürub edəndə demək gün başa çatır. Böyüyəndə nə olmaq istəyirsən? Böyüyəndə mən rəssam olmaq istəyirəm, müəllim rəssamlıq. Yaxşı şəkillər çəkə bilirsən? Hə. Bir döşən döyürdü, həmə bağlıdır ona, sıfır qoşuldu mənə, çevrildi ona, ona mən, elə bilmə sona mən. Bəs sən böyüyəndə nə olmaq istəyirsən? Müəllim. Yaxşı oxuyursan dərsləri? Hə. Neçə alırsan? 800 üstə bir cay, hesabımız düz olsun, 6'yı tərsinə qoy, çevrilsin 9 olsun. Böyüyəndə nə olmaq istəyirsən? Bankda işləyən. Dərslərini yaxşı oxuyursan mı? Hə. Nəyə görə bankda işləmək istəyirsən? Çoxlu pullarım olsun. Bankda işləyənlərin çoxlu pulu mu olur? Hə. Bu məktəbin qızları yağışda, ağıllı və gözəl bir yağışda. Bəs böyüyəndə nə olmaq istəyirsən sən? Doktor. Nəyə görə doktor olmaq istəyirsən? Çünki nə var? 7 ədəd əziz rəqəmdir. Həftədə 7 gün var. 7 oğul istədi, eller olar. Bəs sən böyüyəndə nə olmaq istəyirsən? Müəllim. Nəyə görə müəllim olmaq istəyirsən? Müəllim olub uşaqlara dərs keçmək. O yaxşı oxuyursan indi bəs dərsən? Hə. Beşəm mən, balaca günəşəm mən. Həm əldə, həm ayaqda, sən saysan beşəm mən. Gündəlikdə gün kimi, işıq saçan beşəm. Bəs böyüyəndə nə olmaq istəyirsən? Doktor. Nəyə görə? Baş ağrısını iyiləşsin. Yaxşı oxuyursan mı dərslərini? Sən danışırım şeirin. 8 rəqəmdə şeir oxşar həm qadınlar bayramında 8 martdadır. Bəs sən nə olmaq istəyirsən böyüyəndə? Müəllim. Nəyə görə müəllim olmaq istəyirsən? Hamilə dərs keçmək. Uşaqlar dərs keçmək. Bir ildə 4 fəsil var. Bilirsiniz mi uşaqlar? Biri qış, biri yazdır. Sonraki yay payızdır. Bəs böyüyəndə nə olmaq istəyirsən? Polis. Nəyə görə? Adamları tutulacaq. Üç bucağın iç dili iç dənədir. İndi sayışaqlar siz onun tərəfini. Bəs sən böyüyəndə nə olmaq istəyirsən? Doktor. Nəyə görə doktor olmaq istəyirsən? Xəstələri düzəltmək üçün. Yazda yaşıdır, sən birinci olarsan, qiymətdə veriləndə olmayansan ver. Sən nə olmaq istəyirsən böyüyəndə? Saç kəsən. Nəyə görə? Saçlar düzəltmək. Saçlar düzəltməyə. İş olmasaydı gözlər, qulaqlar hiç olmaz. Əllər, qollar, ayaqlar, dodaqlar hiç olmaz. Sən nə olmaq istəyirsən böyüyəndə? Doktor. Nəyə görə? Doktor xoş istəyirəm. Bir ömre beraber sizi